Kür çayının su səviyyəsi niyə azalıb? 2020-ci ildə Azərbaycanın ən böyük çayı Kürdə su gözlə görünəcək qədər azaldı. Bunun əsas səbəbi azalan yağıntılar, iqlim dəyişikliyi və buxarlanmanın artmasıdır. Üstəlik çayın yuxarı axınında suvarma və enerji məqsədi ilə xeyli su götürülür. Nəticədə aşağı axına daha az su çatır. Amma ən mühüm amillərdən biri Xəzər dənizinin səviyyəsinin enməsidir. Dəniz geri çəkildikcə çayın axını da zəifləyir. Bu azalma səbəbilə çay boyunca yer alan Tuqay meşələri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Eyni zamanda suvarma sistemi zəiflədiyi üçün kənd təsərrüfatı və heyvandarlıqda da su çatışmazlığı yaranır. Bu proses davam etsə, insanlar yaşadıkları əraziləri tərk etməyə məcbur qalacaq. Kürün səssizliyi bizim üçün xəbərdarlıqdır. Təbiət bizimlə danışır. Biz isə hələ də eşitmək istəmirik.